Valideyn-övlad münasibətlərindən, ümumiyyətlə cəza metodlarından danışırıq. Uşaqlar cəzalanmalıdırmı? Valideyn əgər cəza verirsə, bu hansı formada ola bilər? Bu məsələyə biz qonaqlarımızla davam edəcəyik. Ümumiyyətlə, valideynlər sizi necə cəzalandırır? Bununla bağlı tamaşaçılarımız xeyli fikir yazıblar və biz belə başa düşdük ki, elə bir nəsil nümayəndələri var ki, onlar kifayət qədər şiddət də görüblər, cəza da görüblər. Amma bu nə dərəcədə düzgün tərbiyə mexanizmidir? Bu barədə hazırda danışacağıq və bu qanunla necə tənzimlənir? Həm qanun tərəfindən, həm də psixoloji tərəflərindən bəhs edirik. Qonaqlarımız var. Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Əlövsət Allahverdiyev bizlə bərabərdir. Əlövsət müəllim salamlayırıq və psixoloqumuz Vəfa Əkbər də buradadır. Vəfa xanım, xoş gəlmişsiniz. Bayaq bir söhbət də getdi Əlövsət müəllim. Hələ efirə keçməmişdik biz öz aramızda danışanda. Cəza başqadır, şiddət başqadır. Bəli, belə bir məqam var idi də. Bunu bir aid eləyək. Yəni, uşaqların cəzalandırılması və şiddət görmələri. Psixoloji tərəfini, ya hüquq tərəfini? Əslində, hər iki tərəfini müzakirə edirik, ona görə siz də... Əslində, maraqlı sual verdiniz. Cəza tək şiddətdən ibarət deyil təbii ki. Yəni, fiziki cəza vermək tək şiddətdən ibarət deyil. Psixoloji cəza da ola bilər, məhdudlaşdırma da ola bilər, hansısa bir istəklərin məhdudlaşdırma. Amma söhbət işgəncə verməkdən, şiddət göstərməkdən, onun sağlamlığına zərər vurmaqdan, həyatı üçün hər hansı bir təhlükənin yaranmasından gedir burada söhbət. Əlbəttə, bunu hamımız etiraf eləməliyik ki, ailələrdə uşağı məzəmmət eləyirlər, tənbih eləyirlər. Bir növ bunu biz şiddət kimi, işgəncə kimi qəbul etməməliyik. Bütün ailələrdə olur bunlar. Amma müasir dövrdə mən hesab edirəm ki, bunlara yox deyilməlidir və onun daha yüngül formalarını tətbiq etmək. Yəni, bir növ onu intizam qaydasında tərbiyə üsullarına əl atmaq daha məqsədə uyğun olar. O baxımdan, yəni şiddətlə cəza, işgəncə tamam fərqli şeylərdir. Əlövsət müəllim, gəlin məsələnin biraz da hüquqi tərəflərindən danışaq, uşaqların hüquqlarından danışaq. Bəlkə haradasa, necəsə, hansı formadasa şiddət görən uşaqlar ola bilər. Bundan bəlkə indi kimisə videosu paylaşıldı, hamı bildi ki, bu uşaq şiddət görür. Amma bundan xəbərsiz olduğumuz məqamlar, nüanslar da ola bilər. Bu halda necə davranılır? Çünki uşaqlara çox inanmıram ki, valideyn desin ki, bax, sənin hüquqların budur, mən səni cəza tətbiq edərəmsə, şiddət göstərərəmsə, bu sənin hüququndur, belə edə bilərsən. Mən inanmıram kimsə belə bir Əslində, bilirsinizmi? Uşaqların hüquqları ümumilikdə beynəlxalq səviyyədə qorunur. Bilirsiniz ki, uşaq hüquqları haqqında konvensiya var. Həmin konvensiya dövlətlərin milli qanunvericiliğinə implementasiya olunur. Və bizim də uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu var. Eyni zamanda ailə məcəlləsində uşaqların hüquqlarını özündə ehtiva edən müddəalar var. Söhbət burada nədən gedir? Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində konkret göstərilir ki, valideynlər uşaqlarını tərbiyə etməyə, onları sağlam mühitdə böyütməyə borcludurlar. Və buna dövlət nəzarət edir. Amma insanlarda bəzən səhv təsəvvür formalaşır ki, uşaq mənimdirsə, döyə də bilərəm, işgəncə də verə bilərəm, buna mən cavab deyəm. Amma görürsünüz, Konstitusiyada konkret göstərilir ki, dövlət buna nəzarət edir. Dövlətin nəzarəti olduğu halda uşaqların hüquqlarına birbaşa valideynlər cavabdehdir onun qorunmasına, onların sağlam böyüməsinə, onların fikirlərinə diqqətlə qulaq asmaq. Yəni, bilirsiniz ki, uşaqlar müəyyən yaş həddinə çatdıqda onların məhkəmədə ifadələri nəzərə alınır. Onların fikirləri, istəyi nəzərə alınır. Yəni, belə deyək də, ata-ana arasında hansısa mübahisə varsa, boşanma varsa, nicah pozulursa, bu halda uşaqların kimlə qalmaq istəyi nəzərə alınır. Bu halda mən hesab edirəm ki, uşaqlara qarşı baş vermiş bu hadisələr arzu olunan deyil. Yəni, bu işgəncə formaları arzu olunan deyil. Eyni zamanda söhbət baş vermiş hadisədən gedirsə, məlum videodan gedirsə, mən də baxdım, izlədim o videonu. Burada söhbət nədən gedir? Ailə məcəlləsinin müddəalarının pozulması, eyni zamanda cinayət məcəlləsinin müddəasının pozulmasından gedir söhbət. Ailə məcəlləsində konkret göstərilir, 70-ci maddədə göstərilir ki, əgər uşağın həyatı üçün təhlükə varsa, onun sağlamlığı üçün təhlükə varsa, müvafiq icra hakimiyyəti orqanı həmin uşağı valideynindən ala bilər. Və aldığı təqdirdə rayon və şəhər prokuroruna məlumat verməlidir. Akt tərtib etməlidir və bundan sonra 7 gün ərzində məhkəməyə müraciət olunur. Əgər məhkəmədə sübuta yetirilsə ki, doğrudan da bu insanın psixoloji durumu normal deyil, yəni bu şiddət göstərmənin səbəbləri bunlardır, o halda ana və ya ata müalicəyə göndərilməlidir. Yox, bunlar bitəndən sonra, əgər onun sağlamlığı bərpa olunarsa, yəni söhbət nədən gedir? Həm valideynlik hüququnun məhdudlaşdırılmasından, həm də valideynlik hüququndan məhrum etmədən. Birinci, məhdudlaşdırma prosesi gedir. İkinci, əgər bu heç bir nəticə verməzsə, məhkəmənin çıxardığı qətnamədən 6 ay müddət keçəndən sonra valideynlik hüququndan məhrum etmə
Bütün bu məqamlar onda baş verir ki, bu şiddətdən kənar hüquq mühafizə orqanlarının xəbəri olanda və yaxud digər şəxslərin xəbəri olanda. Amma neçə-neçə elə ailə var ki, uşaqlar şiddət görür, səsini də çıxara bilmir, kiməsə də deyə bilmir. Belə olduğu təqdirdə uşağın hüququ mudur ki, gedib şikayət eləsin valideynə? Bax, məsələ bundadır. Bilirsiniz necədir? Məişət zorakılığından danışırıq biz. İstər uşağa qarşı, istər ailədə qadına qarşı fərq yoxdur. Bu gün artıq kişiyə qarşı da məişət zorakılığı baş verir. Və siz təsəvvür edin ki, buna biz susuruq. Uşağın ola bilər ki, uşaq qorxur, uşaq hansısa formada bunu bildirmir. Amma qonşu bu haqda məlumatlıdırsa, əgər onun təhsil aldığı məktəbdə bu haqda məlumatlıdırsa, yəni bir şey başa düşmək lazımdır ki, məişət zorakılığı, şiddət bir ailənin problemi deyil, cəmiyyətin problemidir. Çünki o uşaq böyüyür. Bəli, bunun qarşısı alınmadığı təqdirdə daha ağır nəticələrə səbəb ola bilər. O uşağın ölümünlə nəticələnə bilər və yaxud o qadının ölümünlə nəticələnə bilər. İstənilən halda ağır nəticələrə səbəb ola bilər. Sadəcə insanlarda bir laqeyd münasibət var buna. Əgər doğrudan da mənim qonşumda bir uşaq əziyyət çəkirsə, şiddət görürsə, işgəncələrə məruz qalırsa, mən buna susuram. Susmamalıyam. Və mənim susmağım özü də bir məsuliyyətdir. Mən niyə susmalıyam buna? Bunu artıq hüquq mühafizə orqanlarını məlumatlandırmalıyam. Çünki o uşağın belə bir məlumat vermə imkanı yoxdur. Üstəgəl, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130-cu maddəsində konkret olaraq göstərilir əzab vermə. Yəni, şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddəsində göstərilən nəticələrə səbəb olmadan dövməklə və sair zoraki hərəkətlərlə psixi və fiziki işgəncələr vermə, istirablara səbəb olma, 2 ilədək islah işləri ilə və yaxud 2 il azadlıqdan məhrum etmə və ya 2 il azadlığın məhdudlaşdırılması cəzasıyla cəzalandırılır. Əgər bu işgəncə törətməklə baş verirsə, o zaman 2 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası. Yəni, qanunlarımız kifayət qədər güclüdür və bu istiqamətdə lazımi tədbirlər görülür. Amma bunun psixoloji tərəfi də var ki... Vəfa xanım bayaq dedi ki, həmin valideyni əslində psixoloq, hətta psixiatr müalicə etməlidir, eləmi? Əslində ikili müalicə olmalıdır. Çünki görünür ki, burada o valideynin təkcə ruhsal vəziyyəti deyil, yəni psixoloji vəziyyəti deyil, eyni zamanda sağlamlığı da ona yol vermir ki, o həmən anda dərk etsin. Böyük ehtimal affekt vəziyyətində olur uşağı o işgəncəni verdiyi müddətdəki, çünki o uşağın çağırışı olur, o uşağın orada anaya və ya ataya müraciəti olur. O onu eşitməyəcək qədər affekt vəziyyətindədirsə, burada deməli vəziyyət ciddidir və valideynin mütləq şəkildə müalicə və kömək lazımdır. Əgər valideyn müalicə aldıqdan sonra bir də reabilitasiya keçməlidir və burada da psixoloji olmalıdır, dərk etməlidir etdiyi səhvləri və yalnız ondan sonra uşaq valideynlə birgə yaşaya bilər. Onu da qeyd edim ki, bu çox önəmlidir. Çünki uşağın valideynlə böyüməsi vacib bir nüansdır. Nə qədər də efir öncəsində dedim sizə, əlbəttə, söhbət sağlam valideynlə gedir. Biz də onun məhz üstündə çalışırıq ki, valideyn reabilitasiya keçsin, valideyn müalicə alsın və mütləq şəkildə o valideyn özünə gəldikdən sonra, həqiqətən də dərk etdikdən sonra uşaq ona qaytarılsın. Çünki uşaq anadan və atadan qidalanır. Ən çox da anadan qidalanır və əgər o uşaq o sevgini anadan almırsa, o uşağın da travması qalır. Bir ömür onun ağlında dəyər sistemləri viran olmuş, darmadağın, o qayğı göstərə bilmir və ya onun tam tərsi ekstra özünü istismar etmiş olacaq gələcəkdə. Bunların da qarşısını almaq üçün, yəni o uşağa valideynin o problemini çözdükdən sonra uşağa da təbii ki, burada yardım göstərilməlidir. Valideynlə uşaq bir araya gəlməlidir. Çünki ananın doydura bilmədiyi insanı heç bir dünya doydura bilmir. Mütləq şəkildə o emosional doyum valideyndən gəlməlidir. Təşəkkür edirik. Əlövsət müəllim, sizə də, Vəfa xanım, sizə də minnətdarım gəldiyiniz üçün. Mövzunu təbii ki, davam elətdirəcəyik. Yenidən görüşmək ümidi ilə. Çox sağ olun. Aktual bir mövzudur. Təbii ki, çağırışımız şiddətə yox deməkdir. Heç bir övladda bunu arzulamırıq ki, valideyn tərəfindən şiddət görsün. Hər bir övlad sevgi görəndə həqiqətən də bu cəmiyyətə də çox gözəl şəkildə təsir edir. Əslində bu video görüntü niyə bu qədər səs-küyə səbəb oldu? Çünki bizim alışdığımız mənzərə deyil. Bəli. Biz alışmışıq uşaqları sevməyə, onlara qayğı, diqqət göstərməyə və xüsusilə bu indiki müasir uşaqları əgər nəzərə alsaq, yaxşı olar ki, hər yerdə sevgi olsun və sevgi hökmranlıq eləsin. Bütün ailələrə elə o sevgini arzulayırıq. Elə o sevgi ilə də sizdən sağollaşırıq. Yenidən görüşmək ümidi ilə. Hələlik.